İbn Teymiyyə deyir ki, rahimehullah, 3 kəlmədən danışır dəyərli qardaşlarım. 3 kəlmə. 3 kəlmə özü-özlüyündə zikirdir, lakin faydalarına baxın. Buyurur ki, İbn Teymiyyə rahimehullah, kim Subhanallah kəlməsini çoxaltsa, yəni Subhanallah, 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 Subhanallah zikirdir. Allah Teala özünü bu zikirlə zikr edib. Subhanəllazi əsra bi abdihi leylən minəl məscidil aqsa. Əl-əyə. Pak və müqəddəsdir. Bütün nöqsanlardan uzaqdır. O Allah ki, qulunu gecə ilə Məscid-i Aqsadan Məscid-i Harama apardı. Fikir verirsiniz, Allah Teala bu zikrin özünü tərifləyir. İbn Teymiyyə deyir ki, rahimehullah, kim bu kəlməni çoxaltsa, Allah onun qəlbinin sirlərini açacaq. Allah Teala başa düşmədiyi məsələləri ona başa salacaq. Allah Teala qəlbini genişləndirəcək. Bu Subhanallahda olan faydadır. Kim Elhamdülillah kəlməsini çoxaltsa, ard-arda Allah Teala ona çoxlu xeyirlər verəcək. Elhamdülillah, elhamdülillah, elhamdülillah. Zikr edirsən Allahı. Ardı kəsilməyən xeyirlər. Allah Teala davamlı sənə xeyirlər nəsib eləyir. Sonra buyurur ki, rahimehullah, kim istiğfar, əstəğfirullah kəlməsini çoxaltsa, Allah Teala bağlı qapıları açacaq onun üçün. Vallahi kimin evladı olmursa, istiğfarı çoxaltsın. Kimin ruhusu azdırsa, istiğfarı çoxaltsın.